Prezident İlham Əliyev vətəndaşlara xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı Asan Xidmət Mərkəzinin açılışı olub. Açılışda Prezident İlham Əliyev iştirak edib. Mərkəz Xətai, Nizami və Suraxanı rayonlarının sakinlərinə xidmət edəcək. Mərkəzdə vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Bunun üçün ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bu mərkəzdə də 3 elektron ərizə doldurma aparatı qoyulub. Dövlət başçısına elektron məlumat mərkəzi barədə məlumat verilib. İlk dəfə 2 saylı Bakı Asan Xidmət Mərkəzində biometrik məlumatların toplanması sistemi yaradılıb. Avadanlıq İsveçdə istehsal olunub, proqram təminatı isə Alman kompüter mütəxəssisləri tərəfindən xüsusi olaraq asan xidmət üçün yazılıb. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və bunların mərkəzləşdirilmiş dövlət hüquq mühafizə orqanları sisteminə ötürülməsi kimi unikal xüsusiyyətlərə malikdir. Biometrik texnologiyalar insanların avtomatik sistemlər tərəfindən avtomatik tanınması sistemidir. İnsanların davranışı və ya fizioloji xüsusiyyətlərindən istifadə etməklə şəxsiyyəti müəyyən edir. Bu sistem ən əsası təhlükəsizlik baxımından insan üçün yararlıdır. Həmçinin milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizənin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına Asan kartla bağlı məlumat verilib. Asan kart özündə əsas 2 funksiyanı, ödəniş funksiyasını və identifikasiya funksiyasını daşıyan kartdır. Bu kart vasitəsilə həm dövlət xidmətlərinin sifarişinin alınması və ödənilməsini həyata keçirmək mümkündür. Ən əsası isə kart beynəlxalq funksiyalı olduğu üçün istənilən yerdə bütün növ ödənişləri həyata keçirmək olar. Kart vasitəsilə həmçinin sərnişin nəqliyyatında və kommunal ödənişlərdə istifadə etmək olar. Asan kartın daha bir xüsusiyyəti isə elektron imza daşıyıcısı olmasıdır. Belə ki, müqavilələrin imzalanmasında və digər rəsmi işlərin görülməsində bu kartdan istifadə etmək mümkündür. Burada da digər mərkəzlərdə olduğu kimi balacalar üçün ayrıca oyun güşəsi yaradılıb. Prezident İlham Əliyev mərkəzin yeməkxanası ilə də tanış olub. Prezident İlham Əliyevə məlumat verildi ki, könüllülük prinsipi əsasında vətəndaşlara xidmət göstərmək üçün 50 gənc seçilib və onlar treninqlərə cəlb olunub. Dövlət başçısı könüllülərlə görüşüb. Qeyd edək ki, mərkəzə öz avtomobili ilə gələn vətəndaşların rahatlığı da nəzərə alınıb. Belə ki, burada ümumi sahəsi 24 min kvadrat metr olan yeraltı dayanacaq yaradılacaq. Hələlik isə vətəndaşlar yerüstü dayanacaqdan istifadə edə bilərlər.